8 noyabrında Azərbaycan tarixinə qızıl hərflərlə yazılan böyük qələbə qazanıldı. Dindi göz yaşları, zəfər nəğmələri çalındı. Bunları unutmasın gəncliyimiz, gələcək nəsillərimiz, unutturmasınlar. Bizim torpaqlarımızı 44 günlük müharibə ilə geri alırlar. Bu həmin gün bütün ölkəmizdə zəfər günü kimi qeyd olunur. Baba, mən də əski olub. Mən də öz vətənimi qoruyacağam. Zeyl direktoruna çox təşəkkür edirəm ki, belə ruhda uşaqlar böyüdürlər. Bu gözəl tədbirə görə bütün hər kəsə təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə ruhunu şad eləsin inşallah. Allah gözəl ordumuzu qorusun. Bugün hər birimiz burada dincəldik, ruhən dincəldik. Düşünürəm ki, bu Evrika liseyindən Azərbaycan dövləti üçün, xalqı üçün lazımi şəxsiyyətlər formalaşacaq. Hamınıza minnətdarlıq duyuram. Xoş gəlmisiniz bir daha. Təşəkkür edirəm.